Hamıya salamlar. Oyun videosu yani Minecraft'ta çoktan düzeltmiştim ama gözetmemiştim. Bu binanı da kurtarmışım. Şimdi yukarısına gideceğim. Yani yukarısına gideceğim. Biraz gelişebilirim yani. Ama neyse. 2 katlı bina at. Bunları düzelttikten sonra. Neyse soru geldi. Bura birinci katıdır. Ya da ikinci katı saymadım yani. Birinci yukarısı benim buranın ikincisi. Ondan sonra daha gerek uçup çıkalım. Yoksa her tarafı yıkacağım. Tüküreceğiz. Bununla koyanda nerdiven koymak olmuş. Nerdiven olmuş. Neyse tamam birine koyacağız. Şimdi bu binaları gördükten sonra başka binanın göstermeye geçeceğim. 2-3 tane bina var onu göstermeye geçeceğim. Bazılarının içi bomboş yerlerine koyacağım fikirleşirim. Ama koyacağım yani mesela. Bu da bu. Birinci katıdır. Hadi der kurtarmışım. Şimdi gidip o birisi binanın yanına o birisi binaları göstereceğim. Sonra düzelir sonra. Neyse sonra düzelir. Tehlikesini daha yaşlılar. Videonu bir 6 dəqiqəlik 59 saniyeli mevz keçirəm. Tut mevz keçirəm. Elə 6 dəqiqə 59 saniyə yaşı var yəni. Bura düzgün yeri gedirəm onu bilmədim heç. Neyse. Gəlsin bura düzgündür. Yəni çoxdan oynamıram. Yəni bir-iki ay mı, bir-iki həftə mi olar. Ay yəni baxmamışam yəni bir-iki həftə, bir-iki ay mı. Orada Azərbaycan rəhli bayraqlı binadır. Bu binada qəşəngdir. Demişim sonra onu görəcəm. Bunu görəcəm sonra. Sonra Azərbaycan rəhli binanın yanına ya da hansı tərəfinə Türk bayrağında bir bina düzəldəcəm. Azərbaycan bayrağı binanın eyni olacaq amma bayrağı Türk olacaq. Türk bayrağı. Sonra bəlkə Pakistan bayrağını tədim. Əgər düzəldə bilsəm. Onunsa Minecraft'ta çox böyük yeri var. Videonu bəyənərək kanala abone olarak böyük ailemize katılın. Herkese ürəkdən teşekkür ederim. Hələ də abone olmayan dostlarımıza da ailəmizi görməyə çox şad olarıq. Şərhinizi gözləyirəm. Hər kəsə təşəkkürlər edirəm. Bu evi götürüb tutandan sonra da başka bir evi göstereceğim ama buradan keçəməyəcəm zaten. Gərək nərdivanı sökəm, siləm, elə bir şey. Şimdi buraları götürüb tutandan sonra daha mən başka bina yoxdur yəni. Düzəltdiyim təzə bina, məsələn, köhnə bina elə bir şey yoxdur. Ona göre dediğim Azerbaycan binasının yanında ya da yakınlığında bir tane Türk binası yani Türk bayraklı bir binası düzəltəcəm. Onu da tez bir zamanda YouTube'a yükləməyə çalışacağım yani. Olabilir 5 gün 10 gün axırı tez yükləməyə və tez düzəltməyə en yaxşı halda düzəltməyə çalışacağım. Bu da bu binadır. Neyse bunu gördünüz. Şimdi elimden gelen kadar tez yükləməyə çalışacağım ve yükləyəndən sonra ise necə olub bakarsınız yani. Azerbaycan rəhli binanın yani bayraqlı yanında Türk bir rəhli bina yani. O birisi oyunu silmemişim yani. Yani o birisi oyunda var. O birisi oyunu belki video çekerim bilmiyorum. Ama bunda elektrik yoktu yani. Bunda bir tane ışık var, böyle ışık var ama o birisi oyunda elektrik de var idi. Bunda elektrik yok. Bunda da bir tane ışıklar var. O birisi oyunda yaxşı olduğunu o birisi oyunda çok şey düzəltdiyimi silmədim. İki oyunda oynayacağım ama en çok bunu çəkirəm dersen yani. O birisini çəkdiyim çok olmuş yani. Ama o birisi oyunu da çekeceğim yani. Vaxt tapdıqca çəkirəm yani. Sonra onu da yani her tarafı düzeltmiştim. Ama oradaki oyundaki en büyük bir piramid var. Şehir ama belə deyil yani. Şehir de yaxşı oranın ama hem de öyle. Çalışacağım ki daha güzel binalar düzeldim. Onun gerekli laf güzel binalar olanda hem bu yani kalır yani. O oyunu silmesem oyunda kaldığına göre mesela 2021'de bina düzeldirəm. Bu da olur 2026-cı il keçir və deyirəm ki mən bu binanın o vaxt düzəltmişdim, yaşı qalıb. Amma oyun silinirsə olsa daha sonra işləmir olmuş. Amma neyse yani nasıl olsa belə boş vermək lazımdır. Onun görə ki
Ondan sonra oyundur, silinə bilər, işləməyə bilər. Ən yaxşısı yəni tezdən yükləyib tezdən düzəltmək. Ona görə ki, bir də başlayan lap yaxşı düzəldirsən yəni. Məsələn, mən bir dənə bina düzəltmişdim o vaxtı, lap gözəl idi. Onu da mən YouTube açmamışdım yəni. Lap gözəl idi, amma sonra sildim. Ona görə ki, oyun donurdu. Yaxşı oyunlar tapmaq çətindir yəni. Ki, yaxşı oynamaq olsun yəni. Tapanda da görürsən ki, oyun gözəldir, amma sonra yükləyəndə görürsən ki, oyun yaxşı deyil. Yəni yaxşı oyunlar o tapmaq çətindir, amma tapın birisini. Yəni nə bilim. Çalışıram daha yaxşı oyunlar yəni yükləyim. Bir də Minecraft yəni paylaşmağı da fikirləşirəm, amma daha paylaşıram da yəni elə bir şey. Yəni Minecraft paylaşacağım, sonra başqa oyunlar fikirləşirəm paylaşmağı. Ən yaxşı yəni səsləndirməyə çalışacağam yəni. Və hər cür yəni gözəl oyunları çəkməyi fikirləşirəm. Baxacağım hansı ən yaxşı oyundur, yaxşı oyun deyilmi. Ən yaxşılarını yəni çəkəcəm yəni. Minecraft olsun ya da başqa bir oyunda. Yəni baxacağım ən yaxşı hansıdır. Məsələn başqa bir oyun yəni fikirləşirəm. Maşın oyunu, yarış oyunu, yarış olar yəni belki. Və hekayə yəni hekayəndə bilmirəm nə vaxt danışıram, sabah büyüsüylə bəlkə də elə bu günə qutararam yəni hekayəni. Yəni hekayə qısaca olaraq bir dəvədir və o heyvanxanaya aparılır. Zooparka yəni. Ondan sonra onu hamı axtarır, dəvə qaçır. Dəvə qaçdığına görə də axırda gizlənir. Yəni bunu qısa olaraq deyirəm hələlik. Amma videonu tam olaraq deyəcəm. Yəni yükləyəcəm bunu yəni. Sonra da işlə. Bu binanın ya yaxında ya da bir tərəfində düzəldəcəm. Yəni, Azərbaycan rəhli binanın yanında. Və bir tərəfi yəni düzəldəcəm yəni. Və dəvə qaçdığına görə də adamlar onu axtarır. Hamısını hekayəyə yazıb deyəcəm. Hər kəsə təşəkkür edirəm təkrardan.